olmaq istədilər, hərbidə olmaq istədilər. Bəli, Zahir müəllim deyir, atalar sözü var, ot kökü üstündə bitər. Bəli. Mən özüm də hərbisi olmuşam, qulluq eləmişəm. 92-ci ildə... Bəli, iştirakçı olmuşsunuz siz də birinci Qarabağ müharibəsi. 92-ci ildə mən Rusiyada sürüş edirdim. Buranı attım, gəldim ki, torpağa görə. Gəldim, torpağı qorudum. Özüm 91-ci müharibədə iştirakçı olmuşam. Ondan sonra 2 oğlum oldu. Allah'a şükür savadlı uşaqlar idi. İkisi də əvvəl böyücü qoydum. Kiçik dedi ki, dedim da kiçik məktəbə ora qoymayayım da, biri yanımızda qaldı. Nəsə böyücü yanına gedib gələ-gələ... Kiçiyi Kamil idi. Kiçik yox, Samir'di kiçik. Samir idi. Şəhid olan Kamil'di. Kamil şəhid idi. Nəsə onun yanına gedib gələ-gələ, bu da dedi ki, mənim sənətlərimi düzəlt, mən də girəcəm. Nəysə, girdilər ikisi də ali məktəbə, Naxçıvanski, Cəmşid Naxçıvanskını qutardılar. Sonra Heydər Əliyev adlarının ali məktəbi qutardılar. Şəhid bu oğlum mən 2016-cı ildə... Biri kapitan idi, biri baş leytenant idi. Baş leytenant idi, bəli. 2016-cı ildə böyük şücaətlər görkəzdi. Prezidentimiz bunları qiymətləndirdi, bunların hamısını topladı, bunlarla şəxsi bir-birinlə görüşdü, fərqləndirdi, orden medallar verdi. Elə ki, 2020-ci ildə müharibə ilə uşaqlar elə oldu ki, hər ikisi müharibəyə getdi. Biri elə bir ki, spes vaiskada sürüş edilirdi, kəşfiyyatda, ensaylı yaşmada. Bəli. İkinci də bu 4-cü ordunun zabiti idi. Nəysə, böyük oğlum şəhid oldu, kiçik oğlum da döyüşə-döyüşə quvvatlayacaq getdi. Mən fəxr edirəm ki, mənim oğlum torpaqların azadlığı uğrunda şəhid olub. Qoy bütün atalar, analar, hansı ki valideynləri, balaları şəhid olub, fəxr eləsinlər. Vallahi, böyük atdı, mən fəxr edirəm ki, torpağımız azad oldu. Biz 92-93-cü ildə... Kamilə 2 təltif oldu, 2 mükafat, ali mükafat verildi. Biri Qarabağ ordeni... Mükafatları çox olub. Yox, bu son şəhidlikdən sonra. Bəli, Qarabağ ordeni ilə mükafatlandırılır. Bir də vətən uğrunda medalı ilə... Vətən uğrunda medalı ilə. Ona mükafatlandırılır. Şücaətlərinə görə, Bəli. qəhrəmanlıqlarına görə. Və ana ilə istəyərdim söhbətimizi davam etdirək. Könül xanım, elə bir oğul böyütdünüz ki, daha doğrusu 2 oğul böyütmüşsünüz ki, onlar hər ikisi də vətən üçün fədai hesab olunurlar, hər ikisi də. Bir oğlunuz hələ də deyəsən cəbhədədir, hələ də ön cəbhədədir, hələ də oradadır. Bir oğlunuz şəhid oldu. Və o bu saat Qarabağ göylərindədir, o bu saat səmalardadır, o bu saat hamımızın heç kimin görə bilmədiyi, əlçatmaz hesab elədiyi bir zirvədədir. Bax, necə böyütdünüz bu uşaqları, nə deyib böyütdünüz ki, onlar bax bu qəhrəmanlığa gəlib çıxa bildilər? Biz əvvəl Rusiyada yaşayırdıq, o balaca olanda atası müharibə olduğuna görə gəldi ki, Azərbaycanda müharibədir, da yaşaya bilmərik. Mənim vətənimdə müharibədir, qonum əqrəbə, mən də gedirəm o döyüşlərə görə. Çıxdıq, gəldi, Kamil onda 2 yaş yarımlıq idi. Gəldi, böyüdü, məktəbə getdi, orta məktəbdə oxuyanda. Müəllimlər həmişə ondan razılıq eləyirdi, özünün də həvəsi var idi. Onun sinif yoldaşları Naxçıvanskadla məktəbə daxil olanda o, onların paltarını geyinib şəkil çəkdirmişdi ki, mən də bu məktəbə girəcəm. 9-cu sinifdən getdi, qəbul oldu, oxudu, ali məktəbi də oxuyub qutardı. Bax, 90-cı illərdə həyat yoldaşınız, onda gənc idiniz, uşaqlar körpə idi. Onda da həyat yoldaşınız getmişdi döyüşə. Onda 2 uşaqlar... Və üstündən 28 il keçir, o hissləri yenə yaşayırsınız. Yenə hərbiyə yola salırsınız, amma bu dəfə oğlanlarınızı yola salırsınız. Çünki atası o vaxtı orada döyüşə gedəndə deyirdi ki, qoy biz gedək, müharibə qutarsın ki, bizim evladlarımız böyüyəndə müharibə görməsinlər. Ancaq elə oldu ki, Kamil indi gəldi, bu müharibədə şəhid oldu. İndi atası dedi ki, eybi yox, oğlum şəhid olub, yenə müharibə qutarıb şükür, balaları müharibəyə getməyəcək. Bir 20 ildən sonra nəvələrimizi müharibəyə göndərməyəcək. Çox sevindik müharibənin qutarmağında. Ancaq özüm sevinsəm də Kamil çox istəyirdi ki, torpaqlarımız alınsın,
həmişə də danışanda deyirdi ki, mən şəhid olacağam. Özü də ancaq şəhid olan mahnılara qulaq asırdı. Hətta təlimlərin birində iş yoldaşları deyib ki, Kamil, bəs də bu mahnıya niyə qulaq asırsan? Deyib ki, bu mahnı məni aparır. Deyiblər ki... Hansı mahnı olub bu? Çingiz Mustafayevin mən şəhid Çingiz oldum. Mustafayevin. Ana, mən şəhid oldum. Qəbir üstündə, daşın üstünə də elə o yazırdı. Ana, mən şəhid olmuşam, ağlama. Məni bağışla. Uşaqlar deyib ki, bəs niyə qulaq asırsan da buna tez-tez? Deyib, bu mahnı məni aparır. Deyiblər, hara aparır səni? Deyir, ucu aparıb. Bu mahnı məni ucu aparıb. O ucu bilirdi. O həmişə evdə də, yoldaşına da deyirdi ki, mən şəhid olacağam. Balalarımı böyüdərsən, boya başa çatdırarsan. Özünün arzuları çox idi. Çox arzuları var idi. Hamısı ürəyində qaldı. Bizdə. Ana, mən şəhid oldum, yerim gözəldir, çəkil ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Zəhra xanım, necə tanış olmuşdunuz? Qısa müddət ərzində tanış olduq, amma elə hiss edirdim ki, mən onu uzun illərdir tanıyıram. O da həmçinin mənim haqqımda eyni fikirdə idi. Biz 2015-ci ildə tanış olmuşuq, 2017-ci ildə ailə həyatı qurmuşuq, 3 ildir ailəliydik, 2 övladımız var, Türkay və Tunar. Övladlarına hədsiz bağlı bir insan idi. Ümumiyyətlə, Kamil uşaqları çox sevirdi, insafpərvər bir insan idi. Dostları arasında çox böyük rəğbət, hörmət sahibi idi. İndi biz dünənləri xəbər tutmuşuq ki, bir yaralı dostu deyir ki, Kamilin yanında sonuncu dəfə mən olmuşam da. Deyir ki, mən yaralıydım, Kamil mənə özü dəstək oldu, iynə vurdu, kömək elədi. Dedi, narahat olma, mən səni buradan çıxardacağam. Özü, yəni güllə altındaydı da, müharibədir, hər şey ola bilərdi, amma dostuna, yaralı dostuna dəstək verirdi. Biz hələ bu vaxta kimi onun haqqında bircə dəfə də olsun mənfi heç bir söz eşitməmişik də, ancaq müsbət, Kamil, heç kim hələ də onun şəhid olmağına inanmır. Füzulidə şəhid oldu. Füzulidə sentyabr ayının 29-u Qaraxanbəyli kəndində snayper gülləsinə tuş gəlib Kamil. Mən bilirdim ki, Kamil elə bir oğlu idi, elə bir övladı idi ki, o ya qazi qaydacaqdı, ya şəhid, başqa yolu yox idi. O vətənini hədsiz çox istəyirdi, hədsiz sevirdi, çox vətənpərvərdi, işində o qədər məsuliyyətli idi, daim öz üzərində çalışırdı. İngilis dilini, rus dilini, erməni dillərini çox gözəl bilirdi, daim kurslara gedirdi, ağırlərdə iştirak edirdi. Mən bilirdim ki, bu yolun bir, necə deyim, sonu olacaq da. Özü də hazırlaşırdı, bizə demirdi, heç vaxt işi vardı evdə bir kəlmə belə olsun danışmazdı. Hər şey məhv saxlayardı. Amma axırıncı dəfə müharibədən öncəki təlimdə mənə bircə söz dedi ki, Zəhra, gülə-gülə dedi, həmişə gülə-gülə. Zəhra, hər şey ola bilər, sən özünə hər şeyə hazırla. Mən bircə onu istəyərəm ki, sən bizim bu uşaqların üstünə möhkəm dayanasan. Mənim arzularım var o uşaqlar üçün. Onları layiqincə böyüdəsən, vətənpərvər edəsən. Mən dedim ki, Kamil, bu sözlərin axırı hara gedir axı? Dedi ki, yəni hər şey ola bilər də, sən hər şeyə hazır ol. Qazi də ola bilərəm, şəhid də ola bilərəm. Təbii ki, zarafata salırdıq, amma dedi, mənim uşaqlarım üçün arzularım var. Mənim arzum birinci odur ki, torpaqlarımız qayıtsın. Mən onun uğrunda gedib nə var edəcəm də, canımı belə lazım olsa qoyacam. Sən də canımı qoyacaqsan bu uşaqların uğrunda. Necə ki, mən istəyirəm, onlar yaxşı təhsil alsın, ən yaxşı yerlərdə oxusunlar, bunları sən davam elətdirəcəksən. Düzü, mən onda heç bir söz deyə bilmədim, amma müharibə rəfəsində mənə bir mesaj yazdı ki, uşaqları çoxlu öpərsən Zəhra. Müharibədən 2 gün öncə, elə onda danışdığımız oldu. Bu sentyabrın 27-sindədir, müharibə başladığı gün.
uşaqları çoxlu öpərsən. Dedim, sən özün gəlib öpəcəksən də, uşaqlardan sən doymamısan. Dedi, sən yenə də öp, birdən qismət olmaz. Bizim bu şəklin... Mənim əvəzimə də öp dedi. Mənim əvəzimə dedi, uşaqları çoxlu öpərsən. Axırıncı dəfə uşaqların bir-birini öpən yerdə videosunda göndərdim. Ona yaxşı ki, baxıb. Bir də bu şəkli mən çəkmişəm. İyun ayı idi. Nə müharibə söhbəti var idi, nə də başqa bir şey. Amma Kamil mənə bu şəkli çəkdim öz həyətimizdə. Dedi ki, çox gözəl şəkildir Zəhra. Sən əgər mən şəhid olsam, bu şəklimi paylaşarsan. Mən o şəkli paylaşdım, bütün Azərbaycan indi onu tanıyır. Dedi, mən qəhrəman kimi qayıdacam. Sən mənim uşaqlarıma qəhrəmanlıqlarımdan danışacaqsan. Həqiqətən o qayıdıb, o bizimlədir. Mən hər an onu yanımızda hiss eləyirəm. Mən onun üçün heç vaxt öldü sözünü deməyəcəm. O əbədiyyətə qovuşdu. Bizim üçün həmişə var, həmişə də olacaq. Bütün Azərbaycan üçün Kamil var olacaq, həmişə. Canım sevgilim, bağışla məni. Şəkilə baxır şəkilə. Dədə deyirdi onlar. Atasına dədə deyir. Dədə İlk deyirdi. sözü dədə olub. İndi də dədə, o atasını tanıyır. Həmişə deyirəm, o dədə deyib qaqanı vurmaq olmaz. Bilir, deyir, dədə deyir, olmaz. Qaqanı ancaq qızaq Dədənin olmaz. dediklərini yadında saxlayıb. Mən həmişə ona xatırladacam, həmişə deyirik, bax, dədə baxır evdə şəkillərinə. Keçən dəfə heç yadımdan çıxmır, həyətə düşürdü nənəsi ilə, atasının şəklini öpdü, sağ ol elədi, getdi. Mənim bircə narahatçılığım heç nə deyil, bir də uşaqlardır ki, onlar atalarına layiq övlad kimi böyüsünlər. Mən əlimdən gələn eləyəcəm, bilirəm, bizim dövlətimiz çox bizə dəstəyi olur, sağ olsunlar. Mənə deyib ki, yəni sənin dövlətin, xalqım, elə bir dövlət, elə bir xalqdır ki, daim sənin dayağında duracaqlar. Sən özün də möhkəm dayan, ağlama. Onun sözünü mən heç vaxt yerə salmaram. Heç vaxt demişəm, heç kimin yanında ağlamayacam. Sənin ruhun təki şad olsun. Halal olsun sənə Zəhra. Sağ olun. Halal olsun sənə. Görün Azərbaycanımızın nə qeyrətli qadınları, qızları, gəlinləri, anaları var. Neçə illik evliliyiniz oldu? 3 il. 3 il. Bəli. 3 il 30 ilə bərabər bir evlilik həyatı oldu. İzləyək o materialı. Mən özüm də zabit olmuşam, qulluq eləmişəm, Rusiyan, orada da qulluq eləmişəm, Azərbaycanda da qulluq eləmişəm. 2 dənə oğul böyüdmüşəm, ikisi də Heydər Əliyev alim hərbi məktəbini qurtarıb. İkisi də kadrlı zabitdir, peşəkar zabitdilər. Və böyük oğlum elə bir ki, kəşfiyyat bölgündə qulluq eləyib. Ən böyük oğlumdur, o indiki döyüşlərdə, Azərbaycanın azadlığı uğrunda döyüşlərdə şəhid olub. Kiçik oğlum da elə kadrlı zabitdir, o da elə döyüş olanda, o da orada iştirak edib. Neynək, oğlumu itirmişəm, Azərbaycanın torpaqlarını əldə eləmişik. Mən fəxr edirəm ki, mən oğlanlarım Azərbaycan dövlətinə, Azərbaycanın müstəqilliyi üçün canlarından, qanlarından keçiblər. Özüm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, döyüşlərdə olmuşam, qulluq eləmişəm. Mən o vaxtı döyüşəndə həmin mən bu böyük oğlum yanımda 3 yaşı vardı. Allah elə qismət elədi ki, fırladı, gəldi. 26 ildən sonra böyük oğlumuzu itirdik. 2 də oğul var. Böyük oğlun adı Türkaydı, 2 yaşı tamam olub dünənləri. Kiçiyin də 6 yaş aylıqdır, 7-ci ayına keçib. Ondan qalan yadigarlardır. Biz də elə onlarla nəfəs alacaq. Balalar da böyüyəndə fəxr eləyəcəklər ki, bunların atası torpaq üstündə şəhid olub və qürurla elə bir ki, hər bir yerdə başları uca gedəcəklər.
Bu gün üçün də mən fəxr edirəm ki, Kamildir, Sübhandır, Camaldır, Eliyardır, Həmiddir, Quliyev Şəhriyardır, bunları məşqçisi olmuşam. Mən bu gün də fəxr edirəm ki, mən elə bir igid oğlanlarla bərabər məşq eləmişəm. Və onlar hər zaman məşqə gələndə təlimlərdən çıxıb gəlirdilər. Vaxtı-vaxtına məşqlərində olurdu. Mən onlara deyirdim ki, bəs dincəlin, siz çox çətin təlimlərdən gəlirsiniz. Deyirdi, yox, biz bu yolu seçmişiksə, axıra kimi də getməliyik. Və bu günlər biz onların qarşısında, şəhidlərimizin qarşısında mən baş əyirəm. Onların valideynlərində də Allah rəhmət eləsin deyirəm. Və baş əyirəm onların anasının, atasının qarşısında baş əyirəm və əllərini öpürəm ki, bizim üçün belə bir igid övladlar böyüdüblər. Şirinov Kamilin anasıyam. Mənim üçün əlbəttə qürurludur, fəxr edirəm. Mənim oğlum şəhid olub vətən yolunda. Vətəni çox istəyirdi, həmişə vətən üçün çalışırdı. Şəhidlərimizlə fəxr edirik. Bütün şəhid analarına buradan başsağlığı diləyirəm. Onların, şəhidlərin qarşısında baş əyirəm. Vətən sağ olsun. Mən kapitan Şirinovun həyat yoldaşıyam. Belə deyərdim, qəhrəmanın yoldaşıyam. Mənim yoldaşım müharibəyə getməzdən öncə mənə özü dedi ki, Zəhra, sən uşaqlara mənim qəhrəmanlığımdan danışacaqsan. Bu həqiqət oldu da. Yəni mən Türkiyə indi balacadır, böyüyəndə inşallah danışacağam. 2020-ci ilin iyun ayında ikinci körpəmiz təzə olmuşdu, bir ayı yox idi. Mən onların ikisinin atası ilə şəkillərini çəkirdim. Kamil özü baxdı şəkilə, dedi ki, bu çox gözəl şəkildir Zəhra. Mən şəhid olsam, bu şəkili paylaşarsınız. Mən onun o arzusunu yerinə yetirdim, o şəkildə paylaşmışıq hər yerdə. Bundan sonraki arzum odur ki, ancaq onun övladlarını onun adına layiq şəkildə böyüdüm. Bütün şəhid qadınlar